5 ildən çoxdur ki, parlamentdə ildə 2 dəfə məsələni qaldırır ki, İmişli xəstəxanasında avadanlıqlar yoxdur, mütəxəssislər çatışmır, biz 80 nəfərə yaxın həkim çatışmır, avadanlıqlar da ki, demək olar ki, yoxdur. Yaxşı, bu insanlar necə sağlamlığını qorusun? Və bununla bağlı rəsmi olaraq 2 dəfə, yox 3 dəfə rəsmi olaraq məktubla müraciət etmişəm. Həm Səhiyyə Nazirinə müraciət etmişəm, təbbə müraciət etmişəm və tibbi sığorta agentliğinə müraciət etmişəm ayrı-ayrılıqda. Telefonla ən azı 3 dəfə ayrı-ayrılıqda danışmışam da. Parlamentdə də dəfələrlə bu məsələni qaldırmışam. Amma məsələ həllini tapmır. Söz verilir, məsələ həllini tapmır. İmişlinin 130 min əhalisi var. Və bu əhali sağlamlığını necə qorusun? İnsanlar niyə durduğu yerdə ürək tutmasından ölməlidir? Yəni bu avadanlıq olmalıdır, ixtisaslaşmış həkimlər olmalıdır və bu təmin oluna bilmir. Yaxşı, indi həkim təmin oluna bilmir, həkim gəlib işləmək istəmir, həkim yoxdur və s. Yaxşı, avadanlığı alıb bura göndərməyə nə? Adını çəkdiyim qurumlara bir daha müraciət edirəm artıq ictimai şəkildə və bir siqnal verirəm.